Ay, salam aleykum, nətəsən? Xoş gəldin Əli. Bibi, yeməyə nə verə bilərsən mənə? Nə yemək Əli? Keçən dəfə də gəldin, yeməyi yedin, qaçırtdın, şotu da vermədin. Heç hesaba da yazdırmadın. Utanmırsan Əli. Ay bibi, Həci mənim qardaşımdır. Deyib ki, get oradan ürəyin nə istəyir, sifariş ver ye. Pul vaxt ödəmək lazımdır. Eləmi? Ha. Elə dedi qardaşın. Onda get qardaşınla gəlib yeyərsən. Hesabı da qardaşın ödəyər. Yaxşı ay bibi, mən Həcinlə gələcəm bura qardaşımla. Ürəyim nə istəyir yeyəcəm, pulsuz. Görərik, baxarıq indi Əli. Baxarıq. Görərik, hesabı da verərsən qardaşınla. Baxarıq. Görərik. Görərsən. Salam aleykum bibi. Xoş gəldin Həcı. Ay bibi, neftçilərə düşbərə demişdim, hazır elə aparacam, hazırdır. Həcı düşbərə hazırdır. Ha, yaxşı. Ali, xoş gəlmisən. Sən necəsən? Qardaşınla gəlmisən, pulsuz yemək istəyirsən. Nə istəyirsən Əli, verim. Nə pulsuz yemək bibi? Ala heç nə yoxdur, heç nə yoxdur. Düşbərin götür tutsa gedək. Əli, nə oldu ay Əli? Bəs deyirdin qardaşımın obyektidir, nə istəsən pulsuz yeyə bilərəm. Nə oldu Əli? Həzi, qoy mən sənə deyim olduğu kimi. Burada tamamilə başqa bir söhbət olub. Nəsə yanılır? Ama tamam tutun, ne oturup durun, rahat kalsın.